Salam əziz məni dinləyən izləyicilər. Xoş gördük bir daha. Əvvəla bu videonu dinləyək, sonra söhbətimizə davam. 2021-də 57 toplayan müəllim dünən imtahanda 41 bal toplayıb. 41 bal, 43 bal, 31 bal, 38 bal. Nə oldu bu müəllimlərə? Bəs siz deməmişdiniz ki, 2021-də biz bizə lazım olan kadrları seçdik. Biz məktəblərimizdə savadlı müəllim istəyirik. Demədiniz bunu 2021-də. Seçdiniz də 57, 56, 58 bal toplayanları, 59 bal toplayanları. İndi həmin müəllimlər 43 toplayıb. Siz bu müəllimlərə 3 il müddətində nə etdiniz məktəbdə? Bu müəllimlərlə heç maraqlanmadınız siz. Bu imtahanı keçirəndə var bunu düşünərdiniz də. Deməli siz Elm və Təhsil Nazirliyi, siz məktəblə maraqlanmırsınız. Müəllim məktəbə qəbul oldusa, o müəllimin fəaliyyəti ilə maraqlanmırsınız. Belə çıxır da yəqin ki. Əgər deyirsinizsə ki, bizim suallarımız ədalətlidir. Demin keçirdiyi imtahandakı o cür əjdaha kimi uşaqlar hazırlayırlar imtahana. Bugün 697, 680 ballar çıxır. Onlar havadan çıxmır. Gecələri yuxusuz qalır o müəllim. Məktəbdə 45 dəqiqə bir sinifdə 30 nəfər uşaq olur. Əlbəttə ki, orada təhsilin bir keyfiyyəti olmayacaq. Yeri gəlsə repetitorları yıxıb sürüyürsünüz. Ay, təhsili yaman günə qoydular. Yox, pis çıxsa da deyəcəm, gedin qurban olun o repetitorlara, valla. Üzümüzü ağ eləyən olardı, üzünüzü ağ eləyən bizlər. Bəli, əziz məni dinləyən izləyicilər. Bu xanım müəllimə doğru deyir. Qoca müdürü çox savadlı deyib pensiyaya vaxtı çatmış müəllimləri ya da müqavilə ilə işləyən müəllimlərin şagirdlərə verdiyi dərslərini sonucunun axırı məcburən gedir repertuarlığa dirənir. Əziz dostlar, mən hər videomda söhbət kimdən gedir deyə ekranda o insanın şəkillərini o qədər saxtakarlar etdiklərinə görə yəqin çox qoca müəllimlərin bir qismi ya qorxudanmı, ya da etdiyi səhvlərin ucubatından ekranda aman dost şəklimi çıxardın deyərək mənə xahişlərinə sundular. Mən də hampadır deyərək xatirlərinə dəymədim, bu videomda şəkili göstərmədim. Yenə, çünki dedim, şəkili görərlər, yenə də ürəkləri gedər. Bizim kətdəki qoca müəllimlər belə fikirləşirlər ki, biz onsuz da pensiyamızı alırıq. Burada maaşımız var. Uşaq oxudu mənənə, oxumadı mənənə. Baxın, son 3-4 ildə sən deyən bizim kətdə institutda qəbul olan yoxdur. Olsaydı rayonumuzla müqayisədə çox azdır. Əziz dostlar, məktəbimizdə qoca müəllimlərin verdiyi dərsliklərin keyfiyyəti çox aşağıdır. Baxın, bu il bəlkə 11-ci sinifdə tək əlaçı oxuyan var idisə, onu da zəmin qoca müəllimlərin və yuxarıdan təhsili öldürmək üçün göstəriş alıblar, ya da şagirdlərin valideynindən çəkinərək ayrı seçkilik salıblar. 11-ci sinifin 11-52 kimi tanınan 11-ci sinifin şagirdi Ümid Səlimzadənin 11-ci sinifin 10 ayına qədər əzab çəkərək oxuduğu bütün dərslərindən 5 alan, həm də sinif yoldaşlarının arasında oxuyan kimi tanınan gəldilər xaincəsinə özü də qanunsuz atestasına 3 qiyməti ilə yekunlaşdı. Soruşanda qocaman müəllimlərdən deyir ki, 11 ilin oxumağına nə edirəm? Gərək 5 gün otursaydı BSG-də sən də alardın, boş yerə olsaydı da 5-i gedərdi. Yəni alardın, sən də bu bir ayı oturardı BSG-də, 5 gündür, 10 gündür, əziz dostlar. Ondan bu müəllim boş-boşuna alardı, verərdi buna 5-i, bu da boş başına gedərdi, hər hansı bir instituta da girə bilərdi. Yəni, bu fikirlə söyləyirlər. Mən də deyirəm ki, bu uşaq aylardır qoca müəllimlərin sinifində yaratdığı evlənmə proqramına başları qatdığında şagird idman zalında ayaq üstə durmaqdan ayaqlarının altı zəlil olmuşdu. Şagird gördü onun oxumağına maraqlanan dərsliklərə aid olan müəllimlərin zülmündən, Zevin məktəbindən məcburən uzaqlaşdı.
Bəli, budur qocaların alimlik, müdriklüyü, budur şagirdlərini kör edən qoca müəllimin fərasəti. Mən də bu məlumatı vermişəm Yardımlı rayonunun təhsil sektoru müdiri hörmətli cənab Kəmal Təhməzova. Umarım hörmətli cənab Kəmal müəllim Zəvin kəndinin orta məktəbinin qoca həm də savadlı kimi qələmə verir. Şagirdləri kör edən müəllimlərin kör olan məktəbi qoca müəllimin ya da pensiya çatmağına az qalmış nəyimə lazım deyən güya savadlı qoca müəllimə tutarlı cavab verir və qanunsuzluq edib 11-ci sinifi əlaçı ilə tanınan axırda qoca müəllimlər tərəf saxlayaraq Ümid Səlimzadənin atestatına qanuni şəkildə əlaçı oxumağına dəyər verərək qiymətlərinə düzəliş verərlər. Mən şəxsən bu düzəlişi Yardımlı rayonunun təhsil sektorunun müdiri hörmətli cənab Kəmal müəllimdən bu müdrikliyi gözləyirəm. Söhbətimin davamı gələcək günlərdə, əziz dostlar, bir yerdə davam edəcəyik. Çox sağ olun. Alkışlar inşallah. Dərman olub dərdimizə, ölümlə qaldıq üz-üzə. Oğul dedi vətənsizə, şəhidlərim, igidlərim. Yağı düşmən hiylə dolu, minalayıb sağı solu. Çətin oldu döyüş yolu, şəhidlərim, igidlərim. Qasırğa kimi əstiniz, biriniz yüzə bəstiniz. Düşmənin kökün kəstiniz, şəhidlərim, igidlərim. Bir yumruqda birləşdik biz, əskər olduq.